Təhsil sistemi dəyişir. Bu dəyişikliklər isə ilk növbədə müəllim hazırlığına təsir göstərir. Rəqəmsal bacarıqlar, yeni tədris metodları və fərdi yanaşma artıq müasir müəllimin əsas keyfiyyətləri hesab olunur. Bəs bu çağırışlara cavab verən müəllim kadrları necə hazırlanır? Təhsil proqramlarında hansı yeniliklər var? Azərbaycanlı müəllim hazırlığında aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində bu istiqamətdə mühüm addımlar atılır. Universitetdə həm bakalavriat, həm də magistratura səviyyəsində proqramların yenilənməsi prosesi davam edir. Universitetimizdə də bundan bağlı işlər aparılmaqdadır. Magistratura səviyyəsində yeni ixtisaslaşmalar hazırlandı. Bizim universitet o prosesin aparıcı qurumu olaraq seçilmişdi və bütün yay dövrü gərgin, yəni yalnız biz yox, bütün pedaqoji istiqamətli universitetlərin nümayəndələrinin iştirakı ilə hardasa 250-300-ə yaxın bir insanın iştirakı ilə əhəmiyyətli bir hesab eləyirəm ki, nəticə əldə olundu və onu biz Nazirliyə təqdim elədik və əsas etibarilə çox da bir dəyişiklik olmadan qəbul olundu. Artıq magistratura proqramları təhsil sahəsində digər sahələr üzrə də yeni proqramlar əsasında həyata keçirilməkdədir. Bakalavr sahəsində də proqramlar 20-ci ildə təsdiq olunub. İndi isə 5 ildən bir bildiyiniz kimi onlar yenilənməlidir və indi isə artıq 1-2 aya yeni proqramların üzərində zaten işə başlamışıq. İndi onun formal cəhətdən də deməli həyata keçməsi gözlənilir. Cəfər Cəfərov həmçinin bildirib ki, universitet ABŞ-nin aparıcı ali təhsil ocaqlarından biri olan George Washington Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində təhsil menecerlərinin hazırlanmasına başlayıb. Pedaqoji Universitet təhsil menecerlərinin hazırlığına Amerikanın aparıcı təhsil müəssisəsi olan George Washington Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində başlayıb. Artıq xeyli müddətdir ki, bu proqram gedir. Xeyli məzunlar var və o məzunlar bugün təhsil sahəsində aparıcı mövqelərdədirlər. O təcrübədən istifadə edərək biz artıq milli proqramlarda da o istiqamətləri inkişaf elətdirmişik. Artıq universitetdə dediyim kimi magistratura səviyyəsində o ixtisaslaşmalar üzərində tədris menecmenti, sinifin idarə olunması, qiymətləndirmə prosesləri və s. bu istiqamətlər üzrə işlər aparılır. Magistrantlara fərqli istiqamətlər üzrə yeni çağırışlara uyğun olaraq diplom və magistratura mövzuları verilir. Doktorantura səviyyəsində bu işlərin aparılmasına çalışırıq və güman edirəm ki, bu axtarışlar hansısa formada təhsilimizin ümumi inkişafına dəstək ola biləcək səviyyədə olacaqdır. Beləliklə, həyata keçirilən yeniliklər göstərir ki, müasir dövrün çağırışlarına cavab verən müəllimin hazırlanması artıq strateji istiqamət kimi prioritet təşkil edir.